Real Madrid halal. Hər bizi salamlayırıq dostlar, ümid edirik ki, işləriniz qaydasındadır. Siz Peñablancas YouTube kanalındasınız və bu bizim YouTube kanalımızın flaqman verilişi Halal Madriddir. 23-cü buraxılışdayıq və bu buraxılışla biz mövsümü yekunlaşdırırıq və artıq mövsüm nəticələri haqqında, ümumiyyətlə mövsüm yekunu haqqında danışmaq istəyirik və əlbəttə ki, bunu mən tək etməyəcəm. Mənim daimi kolleqalarım da yanımdadır. Fərid, AK, Vinicius, AK, Flávio Perez necədir? AK, Enrique, Riquelme bilmirəm. Fərman, AK, mən ağlamaq istəyirəm çünki Alaba klubu tərk edir və Abdul AK Mbappé mövsümün ən yaxşı oyunçusu seçildi. Bugün biz bir çox mövzuya toxunacağıq və ilk öncə əlbəttə ki, mövsüm haqqında fikirlərinizi öyrənmək istəyirəm. Uşaqlar, necə sizin ləzzət elədi mi o mövsüm sizə? İlk öncə Fərmanı təbrik eləmək istəyirəm, sevdiyi oyuncu Alaba. Təbii ki, kədərlənmə. Alaba necədir məsələn? 2 gündə ağlayıram. 2 gündə ağlayır. Amma Fərman əslində narahat deyil, nəyə görə? Çünki yeni artıq qurbanı var. 100%. Franco AK Messi'nin davamçısı. AK Messi'ninki Mastantuono. Uşaqlar, son 20 il ərzində ki, mən futbola baxıram, 3-cü belə mövsümdür məncə. 2008-2009 əla mövsüm idi. 6-2 orada deyəsən. Liverpool'la 2 oyunun cəmində 5-0 yadımdadır. 18-19 ümumiyyətlə hər kəs onu deyir ki, pis mövsümdür. Mən də deyə bilərəm, amma mən görməmişəm, əskəridə idim, mənim bəxtim gətirdi. Və bu 25-26 mövsümü, hansı ki biz gözləyirik ki, 24-25 bundan pis olacaq, amma məncə bu dirəşərlər. Yəni 22-23 də pis idi də. Onu demək. Ən azı Kral Kuboku, ən azı komanda oynayırdı, nə də olsa. Keçən mövsümə baxanda bu mövsüm daha pis. O məsələ var ha. Keçən mövsüm daha pisdir yoxsa indiki? Hər ikisi. Hər ikisi, amma bu daha çox. Vahşi biabırçılıq. Burada oyun biabırçılığına savayı Orada cəmiyyət acılacaq. Hə, burada mental biabırçılıq da oldu. Vaxt itirmədən elə gəlin istəyirsinizsə, əgər ki biz qəbullanır ki, bəli vaxt mövsümü idi, bəlkə kimsə etiraz etmək istəyir. Etiraz etmək istəyir, bəlkə bu. O ortada deyəcəm. Yaxşı. Yəni bu mövsümü 3 ən pis, indi ən yaxşı deyə bilmirik nümunə olaraq, ən pis bu mövsümü keçirən 3 uğursuzluq. Bu insan ola bilər, qruplaşma da ola bilər, rəhbər şəxs ola bilər, məşqçi ola bilər, oyunçu ola bilər. Kimin fikirləri varsa istəyirsiniz başlasın, istəyirsinizsə mən ilk öncə namizədlərimi. Başla, de görək. 3-cü yer məncə bu bir balaca bir qrup şəxsdir. Hansı ki bəlkə də Peñablancas'ın ümumilikdə bütün sosial şəbəkələrdə 30-40 min abunəçisi var. Təxminən 1 milyona yaxın insan bizim bütün sosial şəbəkələrimizdə xəbərlərə baxır və buna görə biz sizə əlbəttə ki, təşəkkürümüzü bildiririk. Bax, bu insanların 90%-i bu klubun idman direktoru kimdir bilmir. Sanchez'dən söhbət gedir. Hansı ki, Flávio Perez 2009-da kluba gələndən bizim idman direktorumuzdur güya ki. Və bizim əlbəttə scout rəhbərimiz var, Kalafat, onu artıq 40% tanıyır. Və bizim olan işinin nəticəsi olaraq möhtəşəm bir transferimiz var. Adı Franco Mastantuono'dur. Bu 3 şəxsi, əslində bu 3 şəxsi deyək ki, 2 dənə şöbəni və 1 şəxsi oyunçu olaraq mən 3-cü yerə qoymaq istəyirəm. Çünki niyə görə? Sanchez həqiqətən idman cəhətdən bu kluba nə töhfə verib, hələ də sual altındadır. Nəyə görə? Çünki bizim klubumuzda ideologiya ümumiyyətlə belədir ki, indi çox güman ki, hər kəs başa düşür ki, bizim klubda məşqçini də, oyunçuları da seçən bir şəxs var. Və əlbəttə ki, bunun fonunda idman direktorunun hansı tövsiyəsi, hansı fikri, məsləhəti, qərarı qalır kölgədə. Biz heç vaxt bilmirik ki, mən məsəl üçün bu 25 oyunçudan hansılarını Sanchez kluba gətirib bilmirəm. Mən dəqiq bilirəm ki, Xabi Alonso Flávio Perez'in seçimi deyildi. İlk bu haqda xəbər 20 il ərzində ki, kimisə Flávio Perez seçmədi. Vaxt da göstərdi ki, çox pis oldu. Hə, sən əlbəttə ki, bu yeganə bəlkə bu buraxışlar ərzində sənin belə Flávio Perez haqqında deyə biləcəyin müsbət bir şey olacaq. Və əlbəttə ki, bu momentdə tutmalı idi. Mən əmindim ki, tutarsan. Sadəcə bu yəni Flávio Perez'i yaxşı tərəfdən göstərmir də. Əgər onun idman direktoru 20 il ərzində bir dənə qərar qəbul edirsə və orada batırırsa. Tək o qəbul eləmir. 20 il ərzində idman direktorunun səni gör nə qədər oyunçu gətirib, nə qədər məşqçilər dəyişilib. İdman direktoru tək birinci komanda deyil, axı onun Kastiliyası da var. Avropada ən çox oyunçu yetişdirən klubdur Real Madriddir. Onu da yetişdirən amma istifadə etməyəndə odur. O da vardı. Real heç vaxt onu istifadə etmir. Çox nadir hallarda. Bu nadir hallarda məsələn 90-cı illərdə Sainz vaxtında istifadə edirik, yəni Lorenzo Sainz vaxtında. Hə, 300 milyon dollar. Hansı ki, hansısa məqamda nəyəsə görə bizim Azərbaycan dilli mətbuatımızda, ümumiyyətlə mediamızda elə çıxdı ki, Raul onun qohumudur zat. Yəni elə şeylər, həmin Lorenzo Sainz. Hansı ki, Raulun
şeydir, qaynatasıdır, nə idi? Həmin sansı ki 300 milyon avro ilə klubu qoyub getdi borcla. Ha, amma 2 dənə də Çempionlar Liqasına getdi. Olsun da. Hə. Ya mən lap şey oldu. O Vinicius tərəfləyənlər deyir. 2 dənə Çempionlar Liqasını gətirib. Nə olub Vinicius? Ay, onun scout rəhbəri Calafat hansı ki Braziliyanın, biz Braziliya millisini də görürük də, yəni belə deyək, Yüngülvari ən yaxşı vaxtını yaşamır da. Həm ortaya qızıl oğlanlar çıxartmaqla, ortaya gənc perspektivli oyunçuları çıxartmaqla. Biz Carlo Ancelotti'dən bunu görürük ki, Carlo Ancelotti güc bala ilə 11-15 nəfər ulduz futbolçu, yetmiş futbolçu axtarır öz millisi üçün güc bala. Vəziyyət o qədər pisdir ki, yəni Carlo Ancelotti Neymarı milliyə dəvət edir, amma yəni Səncə dəvət eləməməli idi? O başqa podkastların mövzusudur, amma yəni sözüm canlı ibarətdir ki, yəni 2002-nin Braziliyası deyil də. Evet. Bunu qəbul etmə. 2006-nın da deyil, heç o 2010-un da deyil. Amma bu ölkədə hansısa məqamda Yuni Calafat belə bir qərara gəldi ki, gənc konkretlə pokoleniya partladır. İndi onları orada dartıb çıxarıb Reala gətirmək lazımdır və bunun nəticəsi olaraq kluba en qədər Braziliyalı futbolçu gəlir. Məsələn, Vinicius Junior pis oynayır. İndidən sonra ümumilikdə götürsək 8 il ərzində 8 il pis oynamayıb axı. Pis oynamayıb, amma əgər sənin oyunçun kluba gəlib 8 mövsümdən 3-ünü stabil oynayırsa, 8 ildən 3-ünü, bu yəni Real kimi bir komandaya hansı ki bir il heç də qazanmırıq artıq problemdir, yaxşı bir nəticə sayıla bilməzdi, nə? Mən Vinicius'la sənə harca mübahisə edərdim, niyə görə? Yox, bu mövsüm Vinicius gol üstə gəl assistlə, statistika üzrə çox pis də deyildi. Normal mövsüm. Quru rəqəm üzrə, hə. Hə, quru rəqəm üzrə 22-23 də pis deyildi və keçən mövsüm hardasa pis idi. Hardasa pis idi. İlk 3 mövsüm çıxsa, 2 mövsümü. Ancelotti gələndən vaxtdan Vinicius stabil oynayıb. Və hələ də yalnız Carlo Ancelotti rəhbərliyi altında biz o stabil oyunu görmüşük. Bu mövsümdəki sırf quru statistika ilə də pis deyildi, amma komandanı daşımırdı. 24'dəki kimi daşımır. Sözsüz ki, o bəlidir. Rodrigo, hansı ki tam hələ ki açılmışmayıb, hələ ki tam olaraq öz prime'ına çıxmayıb. Militao, hansı ki harası deyə bilərək ki, bəxti gətirməyib. Reinier kimi belə insanlar var idi. Pretenziyam ondan ibarət deyil ki, sən Braziliyadan oyunçu gətirirsən. Mənim pretenziyam başqa bir şeydir. Biraz sonra deyəcəm. 3 cümlə sonra deyəcəm. Təxmin ona. Argentina, belə baxanda indi ortaya gənc perspektiv oyunçuları yetişdirmə cəhətdən o qədər pis deyil. Amma scout sistemi, Calafat və idman direktorumuz Sanchez gedib oradan ən bərbadını nəsə daşıyıb gətiriblər bura. Franco Mastantonu, hansı ki kağız üzərində biz danışsaq, sən Vinicius haqqında danışmaq istədiyin kimi pis oyunçu deyildi və 10 nömrə mövqeyində mən onu gördüm klublar arası dünya çempionatında. Keçən il qəşəng xayalatları var idi. Xayalat, yəni əgər biz sırf onun 3 il ərzində ya da 2 il ərzində River Plate-də 10 dəqiqəlik xayalatını götürsək, bomba oyuncudur. Amma belə pis çıxmasın, yəni mən bərbad futbol oynayıram. Yıxsaz bir 3-4 dəqiqəni mənim videomda çıxarda bilərsən. Yox. Səndən yox. Amma yəni həqiqətən professional futbolçu üçün yəni 10 dəqiqəlik video çıxardıb ortaya qoymaq böyük də bir şey deyil də. Amma onu da qoysa qırağa Interə qarşı və digər bir iki dənə klub yadda deyil kimlə oynayırlar. River Plate-də klublar arası dünya çempionatı pis oynamır. 10 nömrə öyrəyirdi. Hansısa məqamda niyəsə görə Xabi Alonsonu gələn kimi startda meydana buraxmağa qərara verirdi. Halbuki sonradan xəbərlər çıxdı ki, Franco Mastantonu yəni seçimi deyildi o. Franco Mastantonu seçməmişdi Xabi Alonso, klub yolu gətirmək istədi. Bu Calafatın işi idi. İndi burada bir sual yaranır. Əgər bu klub gətirmək istəyirsə, sən onu dərhal niyə birinci heyətə salırsan? Bu Xabi Alonso verilən suallardan biridir və Xabi Alonsonun yaşadığı problemlərdən biri də o idi ki, oyunçular Rodrigo'dur, Brahim'dir. Öz belə deyim də mənfi tərəfdən problemlərini üzə çıxartmağa başladı Xabi Alonso ki, niyə görə? Yox, nəzərə alsaq ki, hansı performansı göstərdi Franco Mastantonu? Yox. Məncə çıxıb yəni ilk 5 startda oynadığı oyunda nə 5+2 eləsəydi, çox kimi 5+2 yox. Sezonun ilk 5-6 oyununda belə pis deyildi. Elə orada start heyətdə oynadı, ondan sonra çıxar. Harda pis deyildi? Sezonun ilk 5 oyununda. Heç bir oyunda. Albacete də oyunda gol vurmuşdu. Albacete. Primo qolla. Yox da demirəm, yaxşı idi, nə bilim, amma ki nəsə eləyirdi. Onun yerinə bir dənə şlaqbam qoysa və Mastantonu inandırım heç nə fərqlənməyəcək. Heç bir şey fərqlənməyəcək. Mən onu tərifləmirəm, heç nə eləmirəm. Prosta deyirəm ki, ilk 0-5 oyun. Oyunçu ki, gələn kimi deyir ki, Messi mənim idolumdur, onu qollamaq lazımdır. Yox, sadəcə maraqlı bir sənədir. Hal-hazırda gənc ulduzları parlayan, yəni ki 3-4 milli deyə bilərik. İngiltərə deyə bilərik, Fransa deyə bilərik. Halbuki Fransa'nın yarım müdafiəsi o deyil məncə, amma Fransa. Amma inkubator işləyir də, hücumçu cəhətdən, müdafiə cəhətdən işləyir. Portuqaliya, İspaniya millisinin özü. Bu riqbalar arasında bir dənə bizim Fransa'da problemimiz yoxdur.
Yuni Kalafat və Sanchez niyə görə Portuqaliyanı heç kim daşımırlar? Bu mən başa düşmürəm. Nəsə ona çox danışdım. İkincisinə keçdi. İkinci kimdir səndə? Yəni bu mənim 3-cü yerim idi. İkinci yerdə elə söz düşmüşkən Vinicius Junior hansı ki okey quru rəqəmləri saysan və kağız üzərində quru rəqəmləri biz ortaya çıxarsaq pis deyildi. Deyəsən 22 gol plus 15-dir. Yəni belə bir statistikadır. 40 gol plus asistə yaxın bir statistikadır, amma biz qəbul almalıyıq ki, mövsümün kritik nöqtəsi və onun belə ən vacib nöqtəsindən biri Vinicius'un Klasikoda etdiyi hərəkət idi. Hansı ki, Xabi Alonso vaxtında hansında ki, kiminsə yadından çıxıbsa, udurduq və bəlkə də mövsümün ən möhtəşəm oyunu elə oraydı. Bax, bu da pressing edirdi, Vinicius da pressing edirdi, hər şey əla idi. Xabi Alonso 70 neçənci dəqiqədə onu əvəzləyəndə Rodrigo'nu çıxardanda dedi ki, mən bu klubu tərk edirəm. Atəş və şanlıq başladı Vinicius Junior'da və bütün dünyanın qarşısında belə deyək, klubu yəni biabr elədi. Bunu qəbul etməliyik. Xabi Alonso'nu biabr elədi. Florentino Perez'lə elə ki, biabr etmək, daha da biabr etmək mümkündürsə, onu biabr etdi və əvvəlki klubu biabr etdi. Bizi bütün azıkeşlər, bütün nə bilim, media çıxışlarında o Carragher və s. hər kəs bunu müzakirə edirdi. Adam adı çək. Carragher adam deyil. Sən bildiğində nə deyirəm də? Mən bildim Henry olsun, o yaxşı Henry olsun, Mike Richards və digərləri olsun. Okey, sən dediyin mən başa düşürəm, amma ki mən səndən tam əks fikirdəyim orada. Çünki Alonso mənim fikrimcə, sən əgər əsas oyunçunun oyunu gedirsə və sənin hesabın 5-0, 6-0 deyilsə də 2-1 idi dəmin zamanda Barcelona da elə klubdur ki, sənə hər bir saniyə bir gol vura bilər. Fərqi yoxdur da, onun heyətində Yamali var, yoxsa Rafinhas. Bizə deyim də, ölü Kun Agüero da vurmuşdu da, gol səhv eləmirəmsə 2-1 olmuşdu. Və sənin liderlərinin birinin oyunu ideal formada gedir, pressing edir, hər şey saat kimi işləyir və komanda da sənə qulaq asır, istədiyin futbol nümayiş etdirir. Sən götürürsən, əsas oyunçunu əvəz edirsən. 70 neçənci dəqiqə? 2-yə 3. Lap 70-ci dəqiqədə. Məncə o düzgün qoy oynasın. Yox, okey. Mən sənin oyun cəhətdən tamamilə razıyam. Həmin oyunda Vinicius o qədər Barcelona əziyyət verdi ki, Kunde meydanın Barcelona aid hissəsindən çıxmırdı. Vinicius meydanı tərk edən kimi, Rodrigo meydana çıxan kimi Kunde az qala bizə qol vururdu. Bununla razılaşıram. Mən onun oyun cəhətləri, Vinicius oynayanı mən deyirəm ki, oynayır. Burada deyiləsi, yəni mən xeytirəyəm Vinicius'u. Vinicius mənim xoşuma gəlmir və mən fikirləşirəm ki, müdafiə xəttini yora bilir. Hə də belə bir oyunçu burada bu klubda lider ola bilməz. Mən bunu belə başa düşürəm, belə qəbul edirəm, amma yaxşı oynayanda yaxşı oynayır. Amma sən belə reaksiya baş məşqçin kim olsa olsun verə bilməzsən. Verə bilməlisən. Mütləq şəkildə, çünki mən onu gözləyirəm. Yox, verə. Onda sən onu klubda sonradan baş verə bütün hadisələr zordur. Yox, ondan başladı. Ondan başladı. Hər şey. Amma xoşuma gəlir də başlayan. Yox, belə deyək. Bu bunu əvəz etməsəydik, belə deyək, ikinci kainata keçər, harda ki Vinicius əvəzlənmir. Hər şey qalır. Alonso orada Vinicius'dan yenə də Cambrat qalır. Komanda super oynayır və davam edir. Başa düşdü. Amma burada bunu görsək ki, bu bundan problem yaratdı. Vinicius da başa düşdü ki, gələcəkdə bu buna daha da çox problem yaradır. Mən demirəm ki, Vinicius zordur, Alonso pisi. Yox. Sırf o məqamda sən onu əvəz etməli deyil. O mənim şəxsi çox oyunçular onu edib. Həmin Barcelona oyunçularda, həmin belə deyim Unitedda deyim, Liverpoolda deyim, çox oyuncu. Mən sən hətta deyərdim ki, keçən il Rodrigo əvəzləndi, Ancelotti əvəzlədi və orada Rodrigo oyunu ümumiyyətcə getmirdi. Alınmırdı da nəsə. Bu da əvəzləyəndə nəsə narazılıq və Ancelotti əlini sıxmadı. Ancelotti ona yaxınlaşdı və sonradan hələ Loru dilləsə tərcümə etdilər. Sonra sözünə elə çıxdı ki, ağıllı ol da. Sən mən əvəz eləyirəmsə, sən gəlib çıxıb sakit oturmalısan. Sən yaxşı oynamalısan. Yəni sən bunu Xabi Alonso'nun statusuna bağlayırsan. Əlbəttə ki. Okey, də status nə olursa olsun da fərmanda. Yox. Dembele Çempionlar Liqasının yarı finalında 70-ci dəqiqədə Luis Enrique tərəfindən əvəz etməyə göndərilir. Və o gəlib Luis Enrique'ni qucaqlayır, sonra bütün komandanın Dembele'yə də adam eləyən də oldu da. Sən ondan da başladın. Demək qəbul alırsan ki, Vinicius adam deyil də. Yox. Deyil də. Mən də deyirəm. Alonso statusu yox idi o. Status o nə olursa olsun, status elə belə bir oyunlarda təkmilləşir, ortaya çıxır da. Mənə deyə bilərsiniz, Xabi Alonso rəhbərliyi altında hücumda oynayan, hücumda da deməyək, yarım müdafiə və hücumda oynayan oyunçular arasında yeganə pis vəziyyətdə olan və
öz futbolunu göstərə bilməyən və buna görə çox əziyyətlər çəkən oyunçu kim idi? Bellingham. Vinicius. Ha, Bellingham. Bellingham o Xabi Alonso'nun ərəfəsinin yarısı zədəli idi. No, sonra gəldilər 5-2-dən sonra qayıtdı da. Xabi Alonso rəhbərliyi altında Bellingham mən başa düşdüm Bellingham deyirsən, amma Bellingham onun gəldiyi mövsümün yarısı, yəni zədəli idi də. Amma Vinicius konkret olaraq Xabi Alonso problem yaşayırdı və konkretlə Arbeloa gəlib də Vinicius Junior o qədər 72-lik eləməsi onu gətirib çıxardır ki, həqiqətən səbəblərdən biri Vinicius idi. Yəni. Sən də boynuna al ki, Alonso'nun problemləri oyundan sonra başladı. Amma Alonso'nun problemi ondan sonra başladı. Bəli. Başqa insanlarda da problem yaşamaya başladı. Çünki artıq Kylian Mbappe mətbuat özü deyirdi ki, Kylian Mbappe Vinicius epizoduna qədər Xabi Alonso çox böyük hörmət qoyurdu. Çünki Xabi Alonso sistemində və Arda ilə oyunda Kylian Mbappe nə bilim indiki o səbəblər var, deyirlər ki, 9 nömrə deyil, hər mövqedən qol vura bilmir, 9 nömrə mövqeyi boşdur və s. və axır. Açın necə ki, hər kəs onu tərəfləyirdi. Açın da noyabra qədər Mbappe hardan necə qol vururdu, Arda ilə hansı kimyanı ortaya çıxarmışdı. Gəlib baxın da və son turdan sonra ya da sonra bir tur qalmış, son tur deyildi. Kylian Mbappe çıxıb deməsi ki, yəni mövsümün birinci yarısında biz sistematik güclü futbol oynayırdıq. İndi isə Allah bilir biz nə oynayırıq. Onu deməsi sən heç bir cəhətdən narahat eləmədi. Bu komanda yəni Vinicius mənəvi cəhətdən müsbət yaşasın deyənə, müsbət işini davam etdirə bilsin deyənə klub daxilində. Klub rəhbərliyi onu seçdi, Xabi Alonso qovdu yəni. Və bundan sonra biz ancaq mənfi nəticələrlə qarşılaşdıq da. Çempionlar Liqasının bəzi oyunlarını nəzərə almasaq. Sən 12-13 mövsümdən baxmısan? Əlbəttə. Otur bir də bax. Orada da eyni şeydir. Mən daha heç Casillas'ı qovmaq istədilər. Casillas ikinci heyətə düşdü. Casillas'la Vinicius'u bizim müqayisədə bilmək. Casillas sən 2012-13-də Casillas. Bu da ki indiki Realda həmin vaxtı belə deyək, ulduzlardan biri də Vinicius idi də. Sən indi mən demirəm Vinicius Casillas yox. Amma ki götürəndə orada da məşqçinin tərəfini seçmədilər, burada da məşqçinin tərəfini seçmədilər. Sadəcə orada da həmin mövsüm biabırçı oldu. Burada da həmin mövsüm biabırçı oldu. Və ondan sonra nə oldu? İndi oturub onu da fikirləşmək lazımdır. Okey, baxaq da mən sizin 18-19 da elə oldu da. Zidane getdi, Lopetegui gəldi, hansı ki İspaniyada möhtəşəm futbol göstərdirdi. Isco yenə də belə, biz Xabi Alonso, Lopetegui ilə necə Lopetegui rəhbərliyi altında komanda heç bir müsbət oyun göstərmədi də. Xabi Alonso rəhbərliyi altında göstərdi də. Xabi Alonso da Barcelona klassikodan sonra haradakı hər kəs fışqırıq atırdı, çalırdı ki, burada möhtəşəm bir klassik keçirdi. Bütün oyunçular pressing eləyirdi. Mbappe istənilən yerdə qol vururdu. Ondan sonra Liverpool oldu, ondan sonra Manchester City oldu, ondan sonra Elçinə Xaltkis oldu, məğlubiyyət oldu, Girona oldu, Espanyol oldu. Yəni bunlar hamısı bu Vinicius hərəkətindən başladı. Sən deyirsən ki, sən də deməyə davam edirsən ki, zor elədi, düz eləməli. Futbolçu elə olmalıdır. Elə olmalı deyil. Elə olan bir hadisənin sonunda necə ki biz mövsüm keçirdik, elə bir hadisələr oldu. Sən niyə Alonso demirsən ki, Alonso lom gedə lom, onu niyə əvəzləyirsən? TK Ronaldo 90-cı dəqiqədə oyuna buraxanda düz idi Manchester United-da. Yox, amma bu başqa bir məsələ. Bu oyunçu sındırmaqdır qanqa. Burada oyunçu sındırmaq deyil. Bu belə fikirləşir. Bu belə gəlib çıxar. Çox fikirləşir. İndi gəlib Chelsea-də zəif oyunçularına məşqin keçirdilər. Baxaq görək necə olacaq. Baxaq görək Vinicius sözü qalacaq klubda yoxsa və birinci yerdə mənim bu top 3 siyahımda Florentino Perez-də hansı ki həm 3-cü yerdə olan hadisələri, həm Vinicius məsələsini ikisini də mən Florentino Perez-ə bağlaya bilərəm. Həm scout sisteminin çalışmaması və hal-hazırda ölkəsindən normal parlaq oyunçu çıxmayan ölkədə scout sisteminin illərlə aparılması və əlbəttə ki, idman direktoru olmaması vəziyyət gəlib ona çıxıb ki, Enrique Riquelme hansı 2 həftə bundan qabaq heç kim onu tanımırdı. Bu arada tanımayanlar üçün prezidentliyə namizədi 7 iyunda prezident seçkili olacaq Realda 20 il sonra. Gəlib çıxıb deyir ki, mən kluba gələn kimi, məni seçən kimi ilk addım idman direktoru dəvəti olacaq. Və bu klubda idman direktoru deyilən bir şey yoxdur. Faktiki. Boş-boş danışır. Ona nəyə qulaq asırsınız? O yalnız seçilməyə görə can danışır ya danışmır səbəti deyil. Məsələn ondan ibarətdir ki, namizəd hansı ki Perez'in statusunun heç 1% deyil faktiki olaraq. Faktiki olaraq Enrique Riquelme Florentino Perez 1% deyil də hal-hazırda. Heç bir olmayacaq. Olacaq, olmayacaq bilə bilməzlər də. Yəni ki, sən belə fikirləşsənsə, Xabi Alonso və Klassikosundan sonra sən onu deyirdin də, hər şey yaxşı olacaq. Mən zənnəm ki, Laporta seçən vaxtı da orada başqa bir prezident navi deyir ki, Barcelona heç gündədir, borcu başını aşır, daşır, heç kimi ala bilməyəcək. Bugün xəbər çıxıb ki, 90 milyonda 70 milyonu Gordon alırlar. Deməli, o prezident seçkilərində o danışırlar qıraqda. Perez deyir ki, mən güclü Barcelona, amma mən güclü Barcelona yox, mən güclü. Sən kimsən axı?
Sən Madəm ki, mən belə indi deyim, mən Enrique Kelmenin tərəfdarı deyiləm. Söhbət ona danışır ki, bir dənə məni seçsinlər. Sebastian Santiago Bernabeu VIP lojasından bir dənə orada mənim uşaqlarıma salam deyim ki, Coqquli nətərsən, nə var, nə yox, belə əl. Sən o danışa bilər, bəli, mən demirəm Florentino Perez heç də səhv edir. Onsuz mümkün. Səhv etməsə o səhvin üzərində işləyib. Amma səhvlər axı düzəlmir illərlə. Bu əslində kontekstdən götürüb ki, mən güclü bəli, mən də istəyirəm ki, Barcelona güclü olsun. Çünki Realda, La Ligada Barcelonadan başqa Reala qabağına çıxan başqa bir rəqib yoxdur. Məsələn, götür ki, Barcelona bu ildə zəif olardı. Real gəlib çempion olacaqdı. Bu bərbad oyunla, bərbad heyətlə və s. Hamı sevinəcəkdir də, düzdür. Heç bir dəyişiklik falan olmaz. 21-22 mövsümdə Barcelona güclüdür yoxsa zəif? Barcelona orta, zəif. Çempionlar Liqasını qazandıq. Hə. Deməli Barcelona asılı deyilik də. Yox, mən La Ligadan danışıram. La Ligada çempion olduq işte. Nə olsun? Olsun da Barcelona zəif olsun. 10 il Barcelona zəif olsun, 10 il Real Madrid La Liga çempion olsun. Və nə edirsən onu? Rəqabət beləcə desə Atletico və Barcelona 21-22 mövsümündə utduğun Çempionlar Liqası yanında saxla ki, bəlkə bir 50 il udmayacaqsan. Çünki orada komandadan söhbət getmirdi. Orada o liderlər var ki, hansı ki, istədiyi vaxt 2024 mövsümündə biz 4 dəfə Klasikoda qalib gəldik və Çempionlar Liqasını qazandıq. Onda Real doğrudan güclüydü və onu göstərdə bilirdi. Barcelona güclüydü. Barcelona ortaydı, düzəlirdi, dirçəlirdi. Demirəm güclüydü. Çünki ondan bir mövsüm əvvəl həmin Barcelona sənin üçün çempion olmuşdu. Amma indi o Barcelona hansıdır ki, Real Madrid tam dəstək göstərdi. Niyə göstərməsin? Və həmin Laporta hansı ki, dəstək göstərildi. İndi oyunçuları Realla mırtdaşır demirəm. O onsuz da normal bir şeydir Kataloniyada və s. və yəni siyasi cəhətdən çox normal bir şeydir. Digər tərəfdən komanda hal-hazırda müsbət təsir bağışlayır. Realla müqayisədə futbol oynayır. Realla müqayisədə gələcək 3-4 ilə məşqçisi var. Realla müqayisədə akademiya işləyir. Realla müqayisədə titullar gəlir, onu demişdim deyəsən. Realla müqayisədə çox en qədər şey olur, baş verir də. 3 il bundan qabaq bu Barcelona təkan verən Florentino Perez oldu faktiki. Pis elədi səncə? Çox rəzət elədi. Son 2 mövsüm möhtəşəm. Nə təkan verdi? Getdi pul buraxdı ki, get sən oyna. Yo, maliyyə dəstəyi verilibdi Laportaya da. Seçkilərdə başqa cür iştirak edə bilməzdi. Getdi Çünki Süper Liqa məsələsi var idi orada, düzdür. Getdi iştirak elədi, düzdür. Ondan sonra o Laport özü elədi. Madəm ki biz mənim top 3-ümdən keçdik Perez məsələsinə. İlk öncə sizin top 3-ünüzü eşitmək istəyirəm. Ondan sonra biz elə Enrique Kelmeyə toxunacağıq. Mən qısa deyəcəm. Yox, xeyr. Biraz. Yox, mən sənin kimi uzadan deyiləm. Arbeloa 3-cü yerdə. 1-ci yerdə. Oha, maraqlıdır. Mastantuono və Kamavinga. Kamavinga çox adam deyəcək yəqin ki, niyə? Çünki Bavariya ilə olmasaydı bəlkə də indi finalda idi. 6-cı gün final oynayırdı. Belə deyək. Yox ha. Finalda yox. Finalda oynayardı. O PSG yaddan çıxdı. Yəni köhnə Real fanatlarından. Məsələ bir səndədir. Kamavinga'nın mən başa düşdüm niyə Kamavinga'nı deyirsən. Sadəcə Kamavinga'nın o oyunda etdiyi hərəkət onun ümumiyyətlə Real Madrid karyerasının bir nümayişi idi. Zaten o oyunçu inkişaf eləmirdi. Və belə bir oyunda, belə bir məqamda belə bir səhvlik eləməsi çox normaldır. Yəni mən sənə dəstəkləyirəm. Polibon bir şeydə ola bilərdi. Arbeloa Mastantuono deməsən də olar. Mastantuono hələ ki Eminəmə oxşarlıqdan başqa heç bir müsbət tərəfi yoxdur. O başa düşdük. Məncə Alonso qalmalı idi axıra kimi və komanda. Arbeloa bir məqama görə toxundurmaq olar. Vacib bir məqamdır. Mənfi cəhətdən. O sadəcə Florentino Perezin sistemində bir belə də vintik deyirlər rus dilində ona. Bir yəni bir balaca bir addımdır da. Hansı ki gedib Florentino Perez aparır axırı. Florentino Perez deyəcək ki, öləcək, deyəcək duracaq. Arbeloa söyləmək olmur, bilirsən nəyə görə? Yəni ona görə də söyləmirəm. Ona görə stop üçündə də yoxdur. Heç ona da yox. Bunu gətirib mövsüm ortasında deyib ki, məşqçi deyirlər. Düzdür? FIFA da qarşı. Bunun da məqsədi bilirsən nə idi? Baxma da, bunun nə vaxtsa bir də Real çağırmaq şansı demək olar sıfırdır və mənfidir. Və bu da oturub öz aləmində mən elə düşünürəm, fikirləşib ki, mən nəsə uçsam bir Zidane kimi, o da mövsüm ortası gəlmişdi. Mən nəsə uçsam, mən növbəti mövsümə qalacağam. Belə bir niyyəti var idi. Amma Mbappe müsahibəsindən sonra başa düşdü ki, qalmayacaq. Yox, Çempionlar Liqası, La Liga ondan sonra başa düşdü ki, o qalmayacaq. Qaldı ki, Mbappe. Və bu nə etməlidir? Komandanı düzəltməlidir. O demək ki, bu yaxşıdır, bütün oyunçularım əladır və superdir. Və bunun böyük problemi o idi ki, o balaca oyunları uda bilmirdi. Belə daha zəif klubların. Keçən podkastların birində danışmışdıq. Onu da qoyurdu. O da
güclü taktik deyildi də, amma ki böyük oyunlarda yaxşı, məsələn Guardiola qarşı əla oyun nümayiş etdirdi birinci oyunda, ikinci oyunda qırmızı da kömək elədi əlbəttə ki. Amma yenə də ən çox məncə Arbeloa'nın Bavariya keçməməyin səbəblərindən biri, demirəm, Bavariya keçməyə layiq idi, o 100%. Biri Kamavinga idi, biri də Lunyan idi. Lunyan normal səhvlər buraxdı. Hər şey buraxdı, səhvlər buraxdı. O səhvlər məsələn çıxışlar və s. Kurtuğa olsaydı, mən demirəm, bəlkə Bavariya onda 8-0 udacaqdı, bilmək olmaz. Amma sırf oyunda o səhvləri buraxmayacaqdı. Başa düşdüm. Sənin top 3-5-dir. 3 məndə bir nömrə bilinir kimdir. O deyəcəm, o 3-dən başlayaq da. 3 mən fikirləşəm ki, Kamavingadır. Əlbəttə ki, o qırmızı vərəqə sən Barcelona formasındasan altdan deyərsə, çünki 2022-də, 22-23-də deyirdi ki, Kamavinga kimi gözəl sol müdafiəçi yoxdur, çəkirdilər və bu oğlan danışırdı. 3 oyun oynadılar, 3 oyun nəticəsində. Fran Garcia, möhtəşəm. Eşliko və Fran Garcia heç bir dənə bir də Premier Liqada oynayırdı, biri La Liqada oynayırdı. Möhtəşəm. Fran Garcia pis oynadı El Clasico'da. Gəlin normal oynayan o idi, sol El Clasico'da. Axalaşqa oturmuş stadionda. O da onun motivasiya mənbəyidir. Nəysə, sonra kimi tərifləyirdi, yadıma düşmür. Möhtəşəm Bellingham, hansı ki bu mövsüm partlatdı. Haqqına bir dənə mən səni tərifləyirdim. Və onun hamısını qoydum bir qırağa. Üçüncü Kamavingadır. İkinci Bellingham'dan Vinicius'un cütlüyüdü. Cütlüyü. Yəni, o tərəfdən ki, Bellingham mövsümü əvvəli yazılanlara görə deyirdi ki, mən 8 nömrə oynamaq istəmirəm, mən 10 nömrə oynamaq istəyirəm və s. Atası zəng edirdi Perez'e. Oyun getmədi, amma Bavariya ilə birinci oyunda, harda ki, birinci hissədən sonra Real'ın oyunu yarım müdafiədən hücuma keçə bilmirdi. Ortada o boşluq yaranırdı ki, harda ki, top çatdırma ki, və Bellingham girəndən sonra onu birləşdirdi. Mən gördüm ki, bu oyuncuya düzgün motivasiya və düzgün mövqe verilsə, çox möhtəşəm amma yenə də oynayacaq. o onun mövqeyi deyil. Biz onu Klasikoda gördük. O başqa bir şeydi, amma yenə də çox möhtəşəm oynayırdı. Onu Ancelotti də oynadırdı da, və pis də oynamırdı, super də oynayırdı. Və birinci əlbəttə ki, 60 milyon mənə alıb Azərbaycandan ora aparsaydılar, heç bir fərqi olmazdı. 40 versinlər, 0-0 eləyəcəkdi. Qardaş, o Albacete gol vurub yaddan çıxartdı. Albacete 3 qolu var ha. 3 plus inanılmaz statistika qarşılayır. 3 plus 0. Alaba zəhləm gedir. Amma Alabanın bir dənə plusu oydu ki, birinci mövsüm nəsə elədi. Bu da gələcəkdə 10 illərlə Real'da mövsümləri var. Nə 10 illər gələn eləyəcək o. Birinci mövsüm nəsə elədi, stul qalxızdı ağzından, pulsuz gəldi. Mən Alaba nifrət eləmə səbəbi, ən birinci səbəb o ki, o maaşı da qoy, 4 nömrəni götürmək idi. Ramos'dan sonra o cür oyuncu 4 nömrə olmalı deyil. O mənim fikrimdir. Onu qoydum biri. Bu oyuncunu gətirəndə birinci heyət, ondan sonra birinci səhvlərindən biri oydu ki, onu dərhal birinci heyətə saldı və Rodrigo ilə Brahim'in demək ki, məsələn, niyə o bir yox, o Ruslar почему он, a niyə? O düzgün bir yanaşma ilə sən demişkin, bu çıxıb ilk 5 oyunda 3 üstə gəl 2 eləsi idi. Şerki ilk 5 oyununda City'də start heyətə çıxanda 0+1 elədi. Şerki. Amma Şerkinin biz mövsümünə baxarıq. Necə keçdi mövsümü və Mastantona. Yəni söhbət sırf o 5+2-dən getmir. Hələ məsələn nəsə görsə və belə deyim də, adaptasiya, Argentina futbolu, İspan futbolu və s. və mövsümün aprelində, mən də yanvardan danışmıram, amma aprelində bu oyuncu çıxıb Mallorca'ya qarşı çıxır. 2-1 uduzdular da. Hə, Mallorca mırtdaşırdı müdafiəçilər ondan çıxıb şapalaqzadı. Hə, sarı alır və qırmızı alır deyəsə, yox sarı alır. Qırmızı o başqa oyun alınsa. Hansısa oyunda yadımdadır ki, 2 dənə sarı. İbər narazı qalmışdım. Niyə mənsə? Mənim mövsümdə Mastantona yadda qalan bir şey saç rənginin dəyişməsi. Allahın olsun. Heç nə, 0. Onu stabil eləyirdi amma. Onu stabil eləyirdi. Sadəcə mənim fikrimcə Perez'in ən böyük səhvlərindən biri bilsən nə idi? Sən o üçün gəlir Real Madrid'ə və ilk pres konferans salonunda deyirəm və nəsarədə belə deyim, jurnalistlərə müsahibəsində deyir ki, Messi dahi oyuncudur. Onun heç kim bir söz deyə bilməz. Sadəcə sən Real Madridsən. Sən Real Madridin oyuncu olaraq heç bir Barcelona, Rashford ilə United'dan Hansı ki Ronaldo'nu çox sevən Rashford. Bəli, hər yerdə deyir ki, mən həmişə Ronaldo'nu seçirəm. Getdi Barcelona'ya və dedi ki, mən Messi xoşlayıram və həmin Boateng
Prince Boateng bu bir 3 ayın söhbəti idi. Hə, şeydir, podkastların birində. Podkastlarında birində dedi ki, mən Barcelona keçəndə mənə dedilər ki, sən Ronaldo deyə bilmərsən, sən mütləq Messi deməlidir, amma mənim xoşladığım oyunçu Ronaldodur. Mən onu daha güclü görürəm. Onu demişdi. Sən də gəldin deməlisən ki, başa düşürəm Argentina alasan və s. Sadəcə dedi ki, ikisi də mənim üçün möhtəşəmdir. Bildim, deyirsən ki, heç olmasa ikisi də mənim üçün möhtəşəmdir, ikisi də... Amma o təsdir eləmədi axı, yenə də start heyətdə basıb oynadılar. Söhbət təsirdən də qoyur. Məncə Presəfə onu dərhal oradan qollamalıydı. Deməli ki, 60 milyon tüpürəm, 60 milyon... Niço super radikal məsələsən? 100%. Və onu qoy, onu deyəndən sonra möhtəşəm oyun görsətsəydi, mən yenə də susardım. O haqqını vermədi. Sadəcə istəyirsiniz Enrique Kelme haqqında danışaq, məcburuq. Hal-hazırda mediada ümumiyyətlə Realla bağlı bütün məsələlər ətrafında əlbəttə ki, Enrique Kelme'nin adı çəkilir. Deməli, əgər kimsə keçən buraxılışı baxmayıbsa, Florentino Perez günlərin bir günü beyni çörüb mətbuat qavrasına çıxıb və deyib ki, mənim hələ 3 ilim var, amma mən prezident seçkilərini bu il keçirirəm, vəbşi bir sıfatı gələn ay keçirirəm. Kimin başı üçündür, gəlsin məndən debat aparsın, spoiler, debat olmayacaq. 10 gün qalıb 7 iyunda rəsmi olaraq klubun sosiyoları həm Enrique Kelme'nin namizədliyini qəbul ediblər, həm əlbəttə ki, Florentino Perez'in debat olmayacaq. Halbuki Florentino Perez bunu söz vermişdi. O deyir ki, Enrique Kelme'yə mən belə deyim də status qazandırmaq istəmirəm. Bu debatlar mənə lazım deyil, Enrique Kelme'yə lazımdır. Əslində düz deyir. Düz deyir, amma burada artıq demokratiyadan danışa bilməzsən də. Çünki digər mətbuat qavrasında Florentino Perez deyir ki, klubu bizim futbol klubu dünyanın ən demokratik futbol klubudur. Və orada da debata çıxmayıb ondan. Enrique Kelme tərəfdarı deyiləm. Çox adam çox şey deyə bilər, seçkilərdir, bunu başa düşürük, xüsusən də futbol klubunda. Sadəcə Enrique Kelme'nin toxunduğu bəzi məqamları hansına ki, Florentino Perez cavab vermək istəmədi, sizlə müzakirə etmək istəyirəm 5-10 dəqiqə. Və onunla da mən başa düşürəm ki, biz mövsümü yekunlaşdırırıq. Olar. Mourinho haqqında sual verdilər Enrique Kelme'yə. Mourinho, yəni onun dəvət olmasına necə baxırsınız? Əla məşqçidir, amma Madridin uzun müddətli bir layihəyə ehtiyacı var. Yara bandı kimi qısa müddətli bir həll yolu yox. Biz orta və uzun müddətli bir layihə ilə tam döyüş lazımdır. 1-2 ildən bir məşqçi dəyişmək Madrid kimi böyük kluba yaraşmır. Fikirləriniz mənalıdır bu cəhətdən. Yəni sadəcə mən bir sənəcə o azarkeş kimi deyirdi yəni. Mənə ləzzət edir ki, o azarkeş tərəfindən danışır. Ən azından bunu mediada kimsə artıq müzakirə edir rəsmi şəkildə. Sırf buna münasibətiniz mənalıdır. Nəyi səhv edir bu cümlədə məsəl üçün? Səhvi bilmirəm, amma düzü o deyir ki, hər tez-tez məşqçi dəyişmək kluba yaraşmır, o düz söhbətdir məncə. Yaraşıb yaraşmamağa mənə çatmır sözdən ki, bu don deyil ki, buna yaraşsın, yaraşmasın. Bu futbol klubudur. Sənin üçün Realın prezidenti məşqçidən çox... Düzgün nəticə göstərməsə, hə, o heç. Bu qeyri-stabilliyin bir nümayişi. Bir məsələ var da, stabil olsun da. Sən 2010-20 illərin ərzində nə qədər məşqçin dəyişib? Düzdür. Pellegrinisi olub, Mourinho, Ancelotti, Zidane, nə bilim və s. Sənə nəticə gəlib əsas. Nəticə gəlib. Sadəcə mənə narahat eləyər. Odur ki, Florentino Perez'in o nümayiş etdiyi iPhone 18-ində yox, nəticə 3 nömrədən başqa nömrə yoxdur. Yox, nəticə var. 3 nömrədən başqa nömrə yoxdur. Fərqi nədir ki? Nəticə olacaq bundan sonra görə. Niyə də olmasın ki? Carlo Ancelotti çata gəlməyəcək. Yox, Mourinho Zidane da gəlməyəcək. Bir də Mourinho var. Mourinho deyək ki, 2 ildən sonra getdi. Sonra kim gələcək? Nə bilim, sonrasını özü baxsın. Zidane gələcək. Zidane gələcək. Nə belə davam edəcək. Yox, indi yəni sən başa düşsən, zarafatsız Enrique Kelme dediyi yəni məsələ nədir? Yox, Enrique Kelme məsələsi odur ki, o bu dəqiqə prezident başa düşür ki, öz ailəmində. Öz ailəndə. Perez kimi bir belə dağı yerindən tərpətmək çox çətindir. Demək olar ki, mümkün deyil. Onun indiki vəziyyətində bəli. Bəlkə bir 5 ildən, 6 ildən sonra okey, amma hal-hazırda xeyr. Və o bu dəqiqə onu büdrətmək üçün hər bir şeyə əl atacaq. Mən sana açıqdır. Amma zəif nöqtələrinə toxunurdu Fərman. Yəni o özünə uydurduğu o öz ağlından toxunmur da, azından da ona deyirlər də elə adamlara. Başa düşürəm, xırdaçılığa girməyəndə faktiki düz deyir də adamda. Yox. Bir ildən bir məşqçi dəyişmək stabilliyi göstərici deyir axı. Neynirəm o stabilliyi? Jürgen Klopp 9 il oldu Liverpoolda. Jürgen Klopp yaxşı idi 9 il ərzində, yoxsa Real Madrid 10 il ərzində? Liverpool. Yox, mən sən sual öz baş məşqçisinə Liverpool nə vəziyyətdə idi? Real Madrid nə vəziyyətdədir? 6 il. Nə vəziyyətdə Liverpool yanındadır? Benteke ilə Lalan 6 il. 3 ilindən sonra 6 il. Finaldan sonra
Az oldu. Amma bütün titullarını Real aldı da eləndən də. Belə tutmasa Real olmasaydı nə qədər titul qazanacaq klub? Söz danışmaya ehtiyac var sonra nəyəsə. Yox, dəyişməyə söhbəti deyil. Demək O sıfırdan proyekt qururdu. Sənin klubunda, sənin klubun hazır heyətlə oynayır. Hazır. Bura 1-2 dənə açıq transfer lazımdır. Sən Klopp istəyirsən Reala? Əgər ona vaxt verilsə əlbəttə Yox, istəyirəm. Klopp kimi ən çox final uduzan məşqçi yoxdur. Kimə uduzub onu? Sevilla. O 3 finaldan, Çempionlar finalından ikisini kimə uduzub? Fərqi nədir? City-yə də uduzub. Demək istəyirəm ki, stabillik o demək deyil ki, sənə nəticə verəcək. Yaxşı. Sən sadəcə elə bir misal gəlirsən. Sən Arteta'dan da misal çəkdin, da keçib də. Arteta da biabırçılıqdır. Nə 5 il sənə görə yəni ancaq sən Çempionlar Liqası və ya Premier Liqanı qazanmalısan ki, sən uğurlu sayılasan, düzdür? Elə sayılmır ki. Sıfırdan klub quruldu. Arsenal da klub sıfırdan quruldu. Çıxdı, nə qədər pul xərcləyib? Bəs türündə. Sən hansı məşqçinin o qədər pul xərcləyib? Sənə arzu edirəm ki, ömürlük burada prezident gözləsin. Heç kim gözləmir. 3 nömrədən başqa nömrəsi yoxdur adamın. 3 nömrədən başqa Real Madrid nömrəsi yoxdur. azərkeşi də gözləməyəcək o məşqçini. Alonso kim gözləyəcəkdi azərkeşlərdən bu il nəticə verməsidir? Heç kim. Gözləmirlər Alonso'nun Kim gözləmir? Bütün klub o azərkeşlər yalvarırdı ki, bu komanda strateji bir futbol oynasın. Kim gəldi? Yalvarırdı, biz oynayırıq bizə. Nəticə versin. Bir abırçı oynasın. Xabi Alonso işdən çıxarmalı, Enrique Kelmenin ikinci fikri, Xabi Alonso işdən çıxarmaq səhv idi. 3 aya bir layihə qurmaq olmaz. Ona razıyam. Ona soyunma otağını idarə etmək səlahiyyətini verməkdir. Bu sən klub haqqında fikirlərinə bir cavabdır. Belə Enrique Kelmenin özündən. Yəni 3 aya klub qurmaq mümkün deyil. O tərəfdən razıyam, hə. Klubu bəyənirəm və onu maddi məşqçi kimi görmək istərdim, amma digər məşqçiləri də bəyənirəm. Bu klubu başa düşülən də onun əsas məqsədi deyir ki, məni prezident eləsəz, klubu gətirirəm. Rodri'ni gətirirəm və Hollandı gətirirəm. Rodri, Holland, bunlar nə inir alırsınız? Mən belə başa düşürəm ki, Enrique Kelme gələcək Vinicius gedəcək klubdan. Mən belə başa düşürəm. Hər halda sən Mbappe, Vinicius və Holland. Holland nə oyunçudur? Gəl düzdən danışaq da. Holland nə oyunçudur ki? O hücumcudur. 5 il əvvəl, hə, amma indi Holland qardaş 4-5 il əvvəl başladı karyerasına. Yox, sən ondan City-yə keçməyə vaxtı deyirəm. Holland qardaş yox da, yox. Ona vaxt göstərdi ki, Hollandı bilsən nə gətir belə ağzını içə salmalısan topu ki, get vur. De Bruyne. Madriddə Dünya Kuboku üçün İspaniya heyətində heç kimin daxil olmamasına çox kədərlənirəm. Bunlar illərdir qeyri-peşəkar idarəetmənin nəticəsidir. İdman qərarları, idman idarəçiliyində başa düşən insanlar tərəfindən deyil, ofis işçiləri tərəfindən veriləndə belə olur. Razılaşaq ki, son 20 il Guardiola Barcelona gələndən Real oyunçuları İspaniya millisində çoxlu təşkil eləmir. Çünki bunu qəbul etməliyik. La Masia'nın sistemi tam olaraq belə çıxmasın. İspaniya Futbol Federasiyası məşqçi gətirəndə bu sistemdən istifadə edə biləcək bir məşqçi gətirir. Bu faktdır. Del Bosque'dən başqa. Del Bosque lop əvvəllərə qayıt. Del Bosque. Del Bosque 9 dəfə gətirirdi yəni Barcelona. Gətirirdi, amma Del Bosque o futbolu belə deyimdə oynatmırdı. Amma o sistemdən gələ biləcək futbolçuları gətirdi ki, onu istifadə edirdi. Çatdı ki, bu lazımdır. O lazımdır və sən hal-hazırda o çempion edəcək. Sadəcə hal-hazırda 26-cı ildə və biz əgər təzə özünə gələn Barcelona haqqında danışırıqsa, həqiqətən Realın heç bir oyunçusu olmamaq biabırçılıqdır. Söhbət ona getməyə layiqdir kimsə. Məsələn, Hüseyn düzdür layiq idi. Nə mənada? Hüseyn yəni Delafonte oyunçusudur da. Onun orada olması mənə təcrübəli də açığı, zədəli də deyil. Amma heç kimin olmaması İspaniya millisində. Azından məncə Carvajal deyirəm, bilirəm oynamayıb, eləməyib. Prosta hörmət kimi son mövsüm kimi də. Hörmət kimi çağırmaq. O çox açıqlama verdi Delafonte Carvajal haqqında. Yəni orada başa düşürdü ki, onu Carvajal'a görə saxlayacaqlar. Deyir ki, bəs başa düşürəm, amma qeyri-stabil mövsüm keçirib Sarabella axır. O məni başa düşəcək. İndincə belə deyək də, səninlə bax belə danışıq. 2022-ci il idi, yoxsa 22-də Luis Enrique Ramos'un aparmamağı dünya çempionatında mən başa düşdüm ki, bu sadəcə başı qorxurdu ki, Ramos geyinib soyunma otağında daha böyük bir adam olacaqdı, nəinki bu özü. Çünki Ramos İspaniya yığması üçün və İspaniya ölkəsi üçün ondan daha böyük oyunçudur və həmin vaxtı böyük idi. Azından ona görə ki, Ramos'un İspaniya elədiyini Luis Enrique eləməmişdi. 180 oyun keçirmişdi. İspaniya tarixində ən çox oyun keçirən. Amma ki, indiki Realdan məncə heç kim olmalı deyil. Bir mənalı. Nə qoysun? Hardasa hardasa deyərdim ki, etmək olur. Sadəcə ikinci müdafiəçi solda kim oldu?
Kukurela var, Kukurela idi, bir də Grimaldo var. Mən O üçüncü Karasel adı Balde var. Yox, da mən söhbət eləmirəm. Da heç Kukurela ilə Grimaldodan sonra mən Reşin deməyəcəm. Ya söhbət ondan getmir ki, kimsə layiq idi aparmadı. Söhbət ondan ibarətdir ki, yəni heç biri demiyor layiq deyil. Layiq idi aparmadı, Avropa çempionatına naç oldu. 2024-cü ildə. Mən ona deyə bilərəm. Mən bu söhbət bir sənəyə çıxardır. Yəni bu nə demək istəyir? Yəni siz gedib hal-hazırda parlayan ulduzları hansı ölkə yetişdirirsə, onu oyunçuların kluba gətirmirsiniz və normaldır ki, sizin öz doğma milli komandanız gəlib sizin heyətin yetişmə dəvət eləmir dünya çempionatına. Mən sənlə razıyam ki, sən deyirsən ki, Real həmişə İspaniya yığmasına çoxlu oyunçu verir. Həmişə istəmişəm ki, olsun, amma təəssüf olsun ki, son illərdə bu mümkün deyil. Son illərdə Realın o əfsanəvi yığmasından götürsək belə, komandadan cəmsi 2 İspan var idi. Biri Casillas, biri Ramos idi, biri də Carvajal idi. Onlar da daimi oynayırdılar. Amma sadəcə İspaniya belə deyildi, Höysünü gətirdi və Carrerası idi. Fran Garcia başa düşürəm. İndi prosta sadəcə İspanları yada salmaq istəyirəm söhbət onu. Brahim Diaz İspaniya yığmasına çağırılmadığı üçün o getdi Mərakeşə. O nüans da vardı. İndi belə də. Amma yenə çağırılmayacaqdı. Yox, yeri Mino'dan ki pis oyunçu deyil. Yox, pis oyuncu deyil, amma o da sadəcə yeni bir Pino ərazında Crystal Palace səviyyələrində stadiyyət oyuncusudur. Brahimdən deyil, okey. Brahim deyil. Mən demirəm məsələn. Demirəm ki, orada dominant da Brahim. Bu müqayisədə super dominant da, amma okey. Və son məsələsi, indi çox məsələ olub, sadəcə bizə vaciblərini qeyd edirik. Barcelona danışdı və 2024-cü ildə assambleyada kimsə güclü bir bazaya ehtiyacımız olduğu dedi və o vaxta qədər Negreira işi artıq ictimaiyyətə məlum idi. Burada Enrique kimi demək istəyir ki, yəni Barcelona Superliga daxilində olanda artıq Negreira haqqında məlumatı var idi Florentino Perezin. Amma onu məhkəmədə və digər məsələlərdə ictimaiyyətə açıqlanmadı. O ki Barcelona çıxdı Superligadan, ortaya Negreira çıxdı, hansı ki indi Florentino Perez o cəhətdən göstərmək istəyir ki, bizə qarşı haqsızlıq elədilər. Birinci məqam ondan ibarətdir ki, o Barcelona Negreira lazım deyildi. Bu qəbul etməliyik. Sadəcə orada başqa məsələ var da. Söhbət hakim almaqdan deyil. 7 mövsüm deyəndə səhv eləmirəmsə Florentino Perez dedi də 7 mövsüm. Hə, dedi mənim 15 il ərzində 7 La Ligam var. Yox, 20 il ərzində 7 La Ligam var, amma 14 olmalı idi. 7-si məndən oğurlandı. Sadəcə mən durub onu heç istəsəm də yada sala bilmərəm və açığı da ki, mən Barcelona 38 oyununa da baxmamışam. Bu demək, bu söhbət ondan oğurladılar yoxsa deyil. Bu deyir ki, Superliga içində olanda Barcelona. Mən bildim sən niyə görə bu Negreira işi açılmır da, çıxandan sonra başladı açılmağa. Deməli bu plan idi sadəcə. Bu əlbəttə ki, nə mənada bu onu fikirləşirdik ki, bu əgər bu mənlə bir yol gedirsə, mən niyə onu açıq-aşkar edeyim və oradan çıxsın. Bu görəndən sonra ki, bu çıxdı, bu niyə əlindəki belə də məlumatı istifadə etməsin. 7 il deyir. Mən bir real azərkeş kimi heç bilmirəm hansı illərdən danışır. Ondan başlayaq. Və əgər deyirsə o sübutlu deməlidir. İndi mən də durum deyim ki, Barcelona 29 dəfə çempion olub, onun 28-in hakimi hesabına olub. Sən mənə deməzlər ki, harda, necə və s. Əgər o bilirsə, danışırsa, amma ki, məncə Real kimi kluba elə bir Negreira məsələsi apravdan səbəb deyil, danışıqsın ki, uğursuzluğuna səbəb. Yaxşı, burada mən razıyam. Bu il Barcelona qarşı elə oyunları oldu ki, köməkli olundu. 1-2 oyunda. Hakim səhvinə bunu firadaqda, yəni layiqlə faktik olaraq Real qarşı və Barcelona qarşı oldu. Barcelona qırmızı vərəqə görsə, var baxır sarı verirsə, mən onu sırf kömək deyirəm. Əgər doğrudan da qırmızı varsa. Tək Realda da var, mən demirəm Barcelonada yoxdur. Mən onu kömək görürəm. Və mən onu demək istəyirəm ki, Real Madridin əlin qolunu kim bağlayır ki, gəlib oyunlarını unutsun? Heç kim bağlamır. Deməli, problem sən o birisi komandada axtarmalı deyilsən. Sən problem birinci öz komandanı oynamalıdır. Problem orasındadır ki, əgər sən bizim söhbət nəyə oxşadı və oxşamağa da davam edir. Fenerbahçe Galatasaray məsələsi. Fenerbahçenin azarkeşləri oturur, buradan və prezidenti oturur, buradan qışqırır ki, hakimlər Qalatasarayı daşıyır, hakimlər belə və bizim dostumuz hörmətli Elşən müəllim hər həftə gəlir ki, buna bax, burada qırmızı verməlidir Qalatasaraya. Burada bir sual yanır. Yaxşı, qırmızı verməlidir.
Elə anlar oldu ki, arası Qalatasaray bir xala düşdü. Udub Fenerbahçe başqa keçə məsələ bilirdi. kanka. Sən onu uda bilmədinsə, sən o qırmızı kart vərəqədən danışmalı deyilsən. Və eyni halda mən realı demək istəyirəm ki, sən xalına eyni halda gedirsən və bəli, razıyam. Harasa xal itirməlisən və s. Amma Mallorca ilə oyunda, Getafe ilə oyunda Vinicius təkbətə çıxıb əyri vurmağı və yaxud da qapçı çıxartdı, yadımda deyil. Tarix ki 1-0 Ya da Bavariyanın oyunda Vinicius'un vurmadığı epizod. Və ya da Kylian Mbappe'nin vurmadığı epizodlar. Bunun onu ki, nəqliyə bağlı onu ki sən heç kimi bağlaya bilmərsən axı. Sən orada məsələn də Getafe-nin oyunda qırmızı, Mastanton orada deyəsə qırmızı aldı. Hə, yadıma düşdü. Sən tapdın Mastanton. Demək istəyirəm, orada ki sən uduzmağında hakim köməkli olmadı ki. Oyunçu uzaqdan götürdü, vurdu qapıya. Gol əla, super. Və 1-0 uduzdun. Mallorca ilə ki Murigi sən 80 dəqiqə eləmək istədiyin şey, Murigi onu 3 dəqiqə elədi. Sən buraxan kimi gəldi. Elçinə 2-2, o Elçinə ki axırıncı turda dirəşirdi ki La Liqadan düşməsi. Maraqlıdır. 7 iyunda klubda prezident seçkiləri olacaq. Əlbəttə ki, bu prezident seçkiləri haqqında bütün məlumatları siz bizim P Blankısın sosial şəbəkələrində öyrənə bilərsiniz. İlk öncə bütün biz azərkeşlərə, izləyicilərə bu mövsümə görə təşəkkürümüzü bildirmək istəyirəm. Çünki bütün bizim layihələrimizi, proyektlərimizi hamısını dəstəkləmiş oldunuz. Çox sağ olun. 25-26 mövsümündə bizim son podkastımız oldu. Uğursuz bir mövsüm oldu, amma ümid edirik ki, gələcəkdə biz ancaq müsbət emosiyalar gözləyir. Burada mən həmçinin bizim mənim kolleqalarıma təşəkkür bildirmək istəyirəm bu mövsümə görə Fərmana, Fərdə və mövsümün ilk yarısında bizdən olan Lətifə. Bu Periblaks idi, Xalal Madrid idi. 26-27 mövsümdə görüşərik. Çox sağ olun. Sağ olun. Sağ olun. ريال مدريد حلال